Bismillahirrahmanirrahim. Qardaşlar, görürsünüz, bax, Epstein sənədləri deyilən bir sənəd açıldı. 3 milyon sənəd açıldı. Düzdür, hələ deyirlər o qədər də açılmayıb. 3 milyona yaxın vərəq, səhifə. 10 minlərlə video, çoxlu şəkillər, çoxlu. Amma deyirlər, yəni bu yarısı deyil. Və orada nələr baş verib, biz bilmirik. Və bu dünyada xas bir dəyişiklik baş vermədi. Düzdür, indi deyirlər, xarici kanallar belə döşəyir filan. Amma təsəvvür elə, İranda bir nəfər qadın, Məhsə Əmini adında bir dənə qadın ölümü hələ təbii oldu, təbii olmadı, dünya dəydi bir-birinə. Twitter, Instagram, Facebook, aləm dəymişdi birinə, mitinglər, nə qədər insan öldürüldü. İndi sabit olur ki, onlarla yüzlərlə körpəyə təcavüz edilib, öldürüblər. Hətta o yazıları gördünüz, bağırsaqların çıxarıb nədisini sovurublar, ətini pişirib yiyiblər. O gün hətta bir dənə şəkil var idi, əlbəttə həqiqətə oxşuyurdu, amma ehtimal var Photoshop olsun. Bir dənə məsələn adamı belə əl-ayağını bağlayıb qızardıblar və onu qızardan da belə o qara əlcəkdə belə göstərir, biri də ona ətin qopardıb yemək istəyir. Nədir? Bunlar hamısı da üzə çıxdı da. Amma dünyada nə dəyişirdi? Nə baş verdi? Mən ehtimal verirəm bu sənədlərin birinin açılmağı heç qarşı düşərgəni vurmaqdır. Bu təbiidir. Onların öz daxilində dava var və Quran məntiqi budur ki, siz onları bir vahid görəcəksiniz, amma öz aralarında dava var. İkinci məsələ, bizi yeni bir əsrə, New Age-ə hazırlıq dövrünə elə bil, o mərhələyə keçirdirlər. Yəni bir mərhələ ki, illər boyu Almaniyada, Avropada filosoflar bəhs edir ki, insan ətini yeməmək bu nə cahillidir. Siz 21-ci əsrdə yaşayırsınız, Yazıcıda 21-ci əsrdə yaşayırsınız, biz gərək çılpaq gəzək, 21-ci əsrdə yaşayıq, gərək araq içək, 21-ci əsrdə yaşayıq, gərək insan əti yiyək. Bunu bu formaya salmaq istəyirlər. 100 il bundan qabaq, əgər bizim aramızda desəydilər, biz müasir dövrdə yaşayıq, gərək çılpaq gəzək, cəmaət başa düşməz. Yəni, bu nə deməkdir, bu nə vəhşilikdir? Adiləşdirdilər, adiləşdirmədilər. İçki içmək, o cür və s. və s. Artıq Avropa ölkələrində, bəzi ölkələrdə marixuana rəsmən icazə verilir. İndi bizi yeni bir dövrə hazırlayırlar. Sən hansı dövrdə yaşayırsan? İnsan əti yeyilməlidir. Bu nə sözdür? İnsan bu qədər əti bastırıcı torpaqda çürüyür, xarab olur. Bu qədər az insanlar var. Biz əminəm ki, bu dövr üçün bir dənə hazırlıq mərhələsidir. Necə Averton pəncərəsi, pəncərədən hər dəfə zərrə açılır və üfunət otağa daxil olur, üfunəti birdən-birə vermirlər. Tədricən səni öyrəşdirmək üçün zərrə açılırlar. Mən o mərhələni görürəm. Bəli, ola bilər, qarşı düşərgəni vurmaq da var, şantaj eləmək də var, ona hansısa bir dənə axmaq işə təşviq etmək də ola bilər. Amma mən həm də Averton pəncərəsini görürəm. Görürəm ki, bu işdə sırf bunu hesablayıblar ki, adiləşsin. Hansı şok effekti yaratdı dünyada? Nə baş verdi? Yəni doğrudan neçə nəfərin ürəyi tutdu, öldü. Neçə nəfər uşağına baxanda, yəni dedi ki, ilahi, yəni nə baş verir? Çıxıb özünü başına zadına vurdu, qışqırdı, gedib onlardan birini güllələdi, edam elədi. Heç nə baş vermədi. Heç nə var, deməli, dünya bir həddə kimi neçə faiz buna razılaşır. Bunun bir səbəbi budur ki, bizə uzun müddət genetikası dəyişdirilmiş məhsullar yedirdiblər. Mən bir dəfə dedim, mən özüm Allah şahidi, o videoya özüm baxmışam ki, Pepsi'nin ya Cola'nın rəhbəri idi, danışdı. Orada dedi ki, biz bu içkiyə siqt olmuş, yəni ananın bətnindən düşmüş uşaqları quruduruq, un kimi o maddəni vururuq Cola'ya, Pepsi'yə və cəmaət dünya bunu içir. Mənim yadımdadır, mən Bakıda işləyəndə, Aznaşırda işləyəndə bizdə bir dənə qız vardı. O bizə xəbər gəlib çatdı ki, o Cola şirkətinə Amerikadan xüsusi preparat gəlir. Bağlı qabıda heç kim bilmir, nədir bu? Bunu təyyarə ilə Azərbaycana göndərirlər, təhsil Azərbaycana bütün Cola rəsmi şirkətləri olan yerlərə göndərirlər və o qız bilmək istəyirdi ki, mən gedib bunu açacağam. Bir dəfə, iki dəfə getdi ora ki, bu nə maddədir gətirirlər filan. Sonra səhvlərimizə nazirlikdən bir dənə zəng gəldi ki, əgər qız bir də ora görünsə, jurnalist xanım qolunu qısını qıracaqlar və heç kimdə cavabdeh deyil buna. Bir də bu işlə maraqlanmasın. Bəli, indi məlum olur ki, ehtimal çoxdur ki, 90%, 99% həmin preparat olub. Hansı preparat? Ananın qarnından düşmüş körpə uşaqları götürürlər, qurudurlar. Çünki mən o videoya özüm baxmışam. Yəni, kimdənsə eşitmədim. Qurudurlar, bir maddə kimi, tam verici maddə kimi vururlar. Həqiqətə bir insan ətini bizə yedirdiblər və bizə buna görə çox faciə görünmür. Ruhumuz bu çirkinliklə artıq tanış olub. Orada həmin rəhbərindən, həmin o məhsulundan xanım jurnalist soruşdu ki, axı siz bunu deyirsiniz, bundan sonra Pepsi, Cola içməyəcəklər. O deyir, bax deyirəm də, içəcəklər, deyir, dünya öyrəşib artıq buna. Və Epstein sənədləri yeni bir qapı idi.
Biz bir dəfə bir mexanizm izah elədiksə, təsəvvür edin, bir dənə qapıdır, bu qapıda bir nəfər qalıb. Bu hər qolu buraxmır və hər topu buraxmır. Bəzi topları buraxır, bəzi topları tutur. Bütün topları tuta bilər, amma bəzi topları tutur, bəzi topları buraxır. Dünya media pəncərəsi belədir. Bəzi xəbərləri buraxır, kontrol olunmuş şəkildə, bəzilərini buraxmır, qaytarır. Bəzilərini idarə edir. Vay, məhsa əmini, İranda qadın hüquqlarını pozurlar. Nə olub? Qadına deyiblər, hicabını örtmədiyi üçün yıxılıb, əsəbləşib, yıxılıb, ölüb. Dünyada idi birinə. Yüzlərlə qadına, qıza, uşağa, körpəyə təcavüz ediblər, cinsi istismar ediblər. Nə bilim, axırda kəsiblər, yiyiblər, indi kəsib demişik də, belə boğublar, yiyiblər. Dünya bunlar heç tərpənmir, yəni dünyanın tükü tərpənmir. Bu həmin, bax, nəzir kontrol eləsinlər bu bir. İkinci bir nəzəri vardır, onu da mən qısa deyim, o da maraqlıdır. Təsəvvür edin ki, sizin bir buz figurunuz var, məsələn, kub formasındadır, düzdür? Kub formasındadır. Sən onu istəyirsən piramida formasına salasan. Piramida formasında salasan. Nəzir eləməlisən onu. Buz kubu, buz piramida formasına salmışsın. Sən gələ birinci onu əridəsən. Sonra tökəsən bir dənə qaba ki, piramida formasındadır. Və orada piramidanın forması çıxır və qoyasan buzxanaya bəli. Bizlə bu cür rəftar edirlər. Sənin oturulmuş bir mental xüsusiyyətlərin, dini anlayışın, dünya görüşün, ideyan, ideologiyan, diskursun, paradigmaların var zehnində. Tutaq ki, budur. Bunu birinci mərhələdə əritmək lazımdır. Hey, tədricən buna istilik vermək lazımdır. İllər boyu filmlər vasitəsindən bizə manyaklar, adam yiyir, insan yiyənlər, vampirlər bu filmləri hey veriblər. Oyunlar vasitəsindən hey bunu göstəriblər. Bizə hey insan yiyən divlər nağılını danışıblar və bunlar da qəsdən yaradılmış bir, bu cür deyək, narrativlər idi. Bunu tədricən əridiblər. Əridəndən sonra o yeni əsr var, New Age. Onun piramidasına tökürlər və o formalaşdırılır və biz bunu rahat qəbul edirik və bunu norma bilirik. Bundan sonra qanun qəbul edirlər. Qanun nədir? Hər kim bunun əleyhinə olsa deməli bu nədir? Norma, əxlaq normaların, qanun və s. ziddinədir. Sən bir zaman desəydin, insan əti yemək olmaz, bunu normal qəbul edirdilərsə, artıq bu mərhələdə sən desən, insan əti yemək olmaz, səni ola bilsin qanunla mühakimə eləsinlər. Necə sən bir zaman deyirdin, insan lüt gəzməməlidir, çünki onun kəraməti var, normal qarşılırdır. İnsan bunu desən, mümkün səni məhkəməyə çəksinlər. Bir zaman sən deyərdin ki, içki içmək insanın ağlının əlindən almağıdır və bu düz deyil. Bunu bir həddə çəkdilər ki, insan bunu desən, insan nə bilim azadlığına təcavüz kimi qiymətləndirər. Bir zaman sən deyə bilərdin, həmcinsbazlıq ən iyrənc işdir və şeytanpərəstliyin bir növüdür. Bunu normal qəbul edərdilər. Amma indi bunu desən, deyərlərsə insanların liberal azadlığını əlindən alırsan, mühakimə edə bilərlər. İnsan əti yeməkdə əmin olun ki, bu cürdür. 20 ilə yaxındır ki, dünyada həşəratları yemək haqqında ciddi müzakirə gedir. Zəngin proteini var və qida azlığı var. Biz nəyə görə bu qədər həşəratı biz halal-haram söhbəti deyil burada. Bu qədər həşəratı bir istifadəsiz qoyaq. Həşərat fermaları açılmalıdır. İnsanlar niyə taxıl əkməlidirlər, gözləməlidirlər. Bu öz-özünə artan bir dənə şeydir. Ciddi şəkildə həşərat paraşokundan qida kimi istifadə eləməyəsən, çörək düzəltmək, həşərat paraşokundan. Ciddi müzakirə olunur və bu yaxınlarda mən gördüm ki, bunu artıq bəzi yerlərdə qanun formasına salmaq istəyirlər. Avropada təqribən mən bir məqalə oxudum, ciddi bir dənə sayt işləmişdi məqaləni, elmi sayt ki, bunun heç bir elmi eybi yoxdur və biz o dini fanatizmlə, biz 21-ci əsrdə yaşayırıq, həşərat yeməliyik. Sən hansı əsrdə yaşayırsan? Geridə qalmış, müasir olmaq lazımdır, həşərat paraşoklarından və təsadüfən, bilmirəm, siz bilirsiniz, biz əksərən həşərat paraşokunu yemişik. Qıpqırmızı rəng var, görmüşsənsə, adı nədir, mənim yadımdan çıxıb. Mən bilmirəm, siz görmüşsünüz, qədim Avropada və o cümlədən sultanların paltarları xas bir dənə parla qırmızı rəngli idi. Görmüşsünüz? Xas özünə məxsus bir dənə rəngidir. Bayraqları o rəngə, o təbii rəng deyil, o xas bir dənə həşəratdır, məsələn, çoxlu tökürlər onu, əzzillər onları, diri-diri, əzzillər və ondan bir dənə rəng çıxır, o qırmızı xas bir dənə qırmızıdır. Sultanlar o geyimdən istifadə ediblər, bir çox bayraqları o rənglə rəngləyiblər, uzun müddət bizə krasitel kimi, rəng kimi, bizim qidamıza yoğurta və s. həmin rəngi qatıblar.
Paraşüt. Yəni indi Rusiyada yaşayanlar yoğurt ismi qırmızı yoğurt mən də içmişəm. Biz həşərat yemişik uzun müddət. Bu təbii rəngi olmayıb. Təbii rəng deyil. O xas bir dənə, məxsusən qırmızı rəngi xas bir dənə rəngdir. Geniş şəkildə təhlükəsizlik qida rəngi kimi dünyada istifadə edirlər. O cümlədən Azərbaycanda, o cümlədən Rusiyada və s. yerlərdə. Mən Rusiyada ən azı buna çatdım ki, yoğurtda bundan geniş istifadə edirlər. Nə qədər həşəratı tuturlar və belə əzillər qəşəng. Çıxan rəngini və bizə yedir. Ona görə bizə bu faciə kimi gəlmir ki, dünyada hansı faciə ki, insan yiyirlər. Yəni bundan da o yanası yoxdur ki. Və sonuncu məsələdir ki, bu bir daha sübut eləyir ki, o yadınızdadır relyeflərin üstündə miniatür şəkillər, yəhudilər adam yiyirlər filan. Ay, sən hansı dövrdə yaşayırsan, müasir ol, qədim nağıllardan, nə bilim, konspiroloji nəzəriyyələrdir. Düz çıxdı, çıxmadı. Fakt çıxdı, çıxmadı da video çıxdı, şəkili çıxdı da Epstein hamısı deyir ki, biz Yahudi elan edirlər. Biz qeyri-Yahudilərə qarşı müharibə elan eləmişik. İstədiyimiz kimi istifadə edəcəyik və biz onlara qalib. Da özləri yenə də dünya qəbul eləmir. Niyə? Artıq onu o qədər bulaşdırıblar bu çirkinliklərə. Və o artıq qəbul edir. Onun üçün elə bir adiləşib. Öz ağzı ilə düşmən tərəf deyir ki, mən Yahudiyəm. Sən uşağını bişirib yiyəcəm, ona təcavüz eləyəcəm, istədiyim eləyəcəm. Yenə deyir, Yahudi bizim qardaşımızdır. Öyle şeylər demin. Bu antisemitizmdir. Antisemitizmdir biz deyək ki, onlar belə şeyləri görürlər. Hitler o yazıqları 6 milyon öldürüb. Elə 6 milyon öldürmə nağılı da bunun üçün uydurulmuşdu. Holokost bir dənə nağıldır. Bunun üçün uydurmuşlar ki, istədiyi cinayəti eləsinlər, tutar kimi deyirlər, vay vay. Mən o kitab işləmişdim Qan və Hiylə İmperiyasında, orada bir dənə maraqlı nöqtə vardı. Deyir ki, biz dini holokostla əvəz elədik. Dinləri holokostla əvəz elədik. İsa Məsihin insanlar üçün çəkdiyi ağrını və İslamda İmam Hüseynin çəkdiyi ağrını biz kütləvi bir dənə Yahudilərin bəşəriyyət üçün çəkdiyi ağrı ilə əvəz elədik. İsa Məsih sizin üçün ağrı çəkib, o bir nəfər olub. Ölüb qutarıb gedib də. İmam Hüseyin sizin üçün əziyyət çəkib, bir nəfər olub da, niyə etmiş neçə nəfər ölüb. Biz 6 milyon bəşəriyyət sizin azadlığın üçün fəda vermişik, qurban vermişik. Siz bizə bozulursunuz. Dində olan o ağrı hissini bununla əvəz elədilər. Holokostu onunla əvəz elədilər. Müqəddəsliyi getdiyindən götürürlər, gətirirlər holokosta müqəddəsliyi. Qanunla müdafiə olunur holokostun müqəddəsliyi. Sənin cürətin var, holokost haqqında araşdırma var. Bizdə də bəzi ruhanilər gələr dini mövzuları rahat belə müzakirəyə çıxardırlar, tənqid edirlər, vururlar. Deyəndə deyir ki, mən azad fikirliyəm də, biz zəmiyyətə azad fikir verək. Amma sən holokost haqqında ən balaca təhqiqat aparanda gəlib yapışırlar qulağında. Deyirlər, mövzu sənə çatmır. Sən bizim müqəddəslərimizi təhqir eləyirsən. Yəni, təmiz bir dənə, dini bir dənə xarakter alıb holokost. Dünyanı şeytanpərəstlər idarə edir və təəssüflər olsun ki, Həzrəti İsa'nın indi Bibliyada gəlib, İncildə gəlib ki, Yahudilər haqqında nə deyir? Siz iblisin övladlarısınız. Deti diavola. Onlara bu kəlməni işlədir. Siz iblisin övladlarısınız. Onlar bədbəxt insanlardır, doğrudan bədbəxt insanlardır. Onları şeytan və böyük şeytani qüvvələr istifadə edir. Sadəcə onların istedadı çoxdur. Bu istedad iki tərəfli qılınc kimidir də. Bəli, istedadlar iki tərəfli qılınc kimidir. Yaxşı işlərdə onları görə bilərdilər. Quranda İsra surasına buna təkid edir. Amma onlar bu istedaddan pis işlərə xərclədilər və sənin mənim edə bilmədiyim şey eləyirlər. Adi normal insanın eləyə bilmədiyi faciəni törədirlər. O qabil idi ki, Habili özünü öldürə bilərdi, fikirləşə bilərdi. Çünki xas bir dənə istedad idi, bir dənə ailədə böyümüşdü. O adi insan eləyə bilməzdi o cinayəti rahat. Görürsən, bəzən peyğəmbərlərə yaxın adamlar bir cinayətlər törədib ki, adi insanlar onları törədə bilməzdi. O şeytan idi ki, o cinayəti eləyə bildi. Şeytan mələklərin arası, mələk deyildi, amma mələklərin arası ən hörmətli bir varlıq idi. Bəzi hədislərdə var, onlara xütbə oxuyurdu, çıxırdı minbərə, xütbə oxuyurdu, piş namaz qalırdı. Və Allah xəbər verəndə ki, bir fitnə olacaq bu yaxınlarda, bəziləriniz məhv olacaqsa, aradan gedəcəksiniz. Deyir, mələklər bir şeytana yaxınlaşırlar ki, sən canı bizə dua elə, biz o vəziyyətə düşməyək də. Şeytan da özündən razı halda iblis deyirdi ki, inşallah mən sizin üçün dua eləyərəm. Və heç o ağlına gətirmirdi ki, özünə sığışdıra bilmirdi ki, bu özü süqut eləyəcək. O şeytan idi, onu eləyə bildi. Niyə? Çünki fövqəladə böyük istedadı vardı. Şeytan birinizdən bu cür yaranmamışdı, yəni bu cür deyildi ki. Amma içində bir zaylıqlar vardı ki, Quranda ona işarə edir ki, o kafirlərdən idi.
İndi bunlar da yer üzündə şeytanın övladlarıdır. Xas bir dənə istedadları var. Bir pisliklər eləyə bilərlər ki, doğrudan səndən onu eləsək bizim psixologiyamız pozulub çöllərə qasarıq. Bu normal, eləyir, gülür, elə bir heç nə olmayıb. Təsəvvür edin, uşağı təcavüz edir, yeyirlər, uşağı ucur. İnsan bir dənə uşağı duyandansa bir-iki həftə özünə gəlmir ki, mən uşağı məsələn o cür soyundururlar, təcavüz edirlər, qızardıb, yeyirlər və sonra gəlib normal cəmaatla görüşürlər. Heç nə olmayıb. O ancaq onlar eləyə bilərdi bunu. Biz onu eləyə bilmərik. Bizdə bir insanlıq qalıb, amma onlar doğrudan da şeytanlaşırlar və bu çox qorxuludur. Çox qorxuludur və bu da həqiqət budur.